Namaz qılmayan insan, davamiyyətli zina edən, oğruq eləyən, sələm yeyən, hətta insan qatili olandan Allah dərgahında günahı daha böyükdür. Hətta bir insan bunların hamısını eyni zamanda eləyərsə, onun günahından belə daha böyükdür. İnsan namaz tərk edəməz. İnsan ən şərafətli nöqtəsi olan alnın Allah qarşısında yerə qoyur, Allaha səcdə eləyir və Allahın rəhmətin və məğfirətin umur. Sanki onu göstərir ki, mənim Allaha ehtiyacım yoxdur. Mən öz işlərimi özüm düzüb qoşuram, ahirətdə də mənim heç bir rəhmətə və bağışlanmağa ehtiyacım yoxdur. Görün, nə qədər əzəmətli bir günahdır ki, insan namazı tərk edəsin. Cənnət əhli cəhənnəm əhlinə belə bir sual verəcəkdir. Mə sələkəkum fi səqar. Sizi səqar dərəsinə, səqar cəhənnəminə salan nə oldu? Qalu ləm nəku minəl musallin. Onlar deyəcəklər ki, bizlər namaz qılanlardan olmadıq.